Əziz dostlar, Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı ictimai televiziyanın tamaşaçılarını yenidən Praqadan salamlayır. Harda məskən salsam, könlüm, canım vətəndə. Hər xarici səfərdə, Vətən Uzaqda Deyil proqramının hər çəkilişində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüş mənə bu sətirləri xatırladır. Diaspor himnindəki bu sətirləri. Harda məskən salsam, könlüm, canım vətəndə. Böyüyəm ürəyimdir, vətən sənin sinəndə. Doğrudan da harda məskən salmalarından, hara köçmələrindən və nə vaxtsa vətənə dönüb dönməyəcəklərindən asılı olmayaraq, soydaşlarımızın könlünün vətəndə olması şəksizdir. Onları tanımaq, xaricdəki həyatlarını vərəqləmək, hər gedişin səbəblərini öyrənmək isə maraqlıdır. Vətən Uzaqda Deyil proqramı sizi Praqada yaşayan bəzi azərbaycanlılarla tanış edir. Bu dəfə Vətən Uzaqda Deyil proqramının qonaqları 4 azərbaycanlı gəncdir. Adama istiqanlı, cana yaxın, doğma təsir bağışlayan həmsöhbətlərimlə Praqa Azərbaycan evində təşkil olunan iki gözəllik harmoniyası, Azərbaycan xalçası və Çex billoru adlı sərgidə görüşdük. Bu möhtəşəm sərgi iki ölkə arasında körpüləri daha da möhkəmləndirir, mədəni əlaqələri sıxlaşdırırdı. Bu, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün Çexiyada yaşayan azərbaycanlılarla görüşmək, onlarla daha yaxından tanış olmaq fürsəti idi. Onlar hələ çox gəncdilər, həyatları, fəaliyyətləri qarşıdadır. Kimi bizə Praqaya gəlişindən, kimi arzularından, kimi də Azərbaycan üçün darıxmağından danışır. İlk həmsöhbətim Fərid Əliyevdir. Fərid, vətən sizin üçün ümumiyyətlə həmişə yaxındadırmı, yoxsa uzaqda hiss eləyirsiniz? Əlbəttə ki, yaxındadır, həmişə olub və olacaq. Soydaşımız Çexiyaya gəlişinin biraz da gözlənilməz olduğunu deyərək sözə başlayır. Çox gözlənilmədən oldu və maraqlı oldu. Mən istəyirdim təhsilimi, ali təhsilimi xaricdə davam edeyim və elə oldu ki, mənim burada bir dostum yaşayırdı. O mənə Çexiya haqqında dedi. Dedi ki, gözəl yerdir. Mən də gəldim bura və düşünürdüm ki, təhsilimi bitirib Azərbaycana qayıdacağam. Belə bir planım var idi, amma nətərsə oldu ki, 13 il burada yaşayıram. Mən şərqşünasam, bakalavr üzrə Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirmişəm. Burada isə elə oldu ki, mən dəyişdim ixtisasımı və burada iqtisadiyyat və idarə etmə üzrə magistratura təhsilini bitirdim. Burada qalmağa necə qərar verdiniz? Mən qərar vermədim. Mən sadəcə bitirəndən sonra universiteti elə oldu ki, iş təklifi gəldi. Mən də dedim ki, bir il işləyib bir xarici təcrübə qazanım, o şəkildə geri dönüm. Sonra bir il, 2 il oldu və karyera artıq biraz sürət yığdı və burada qalası oldum. İndi harda çalışırsınız? Mən indi beynəlxalq bir şirkətdə çalışıram. Burada ingilis dilini bilib yaşamaq olar, amma əgər insan istəyir tamamilə bura inteqrasiya olsun və yerli əhali ilə onların mentalitetini başa düşsün, onları hiss eləsin, gərək dili öyrənsin insan. Bir də ki, ümumiyyətlə dili bilmədən insan natamam olur burada. Həyatdır, müxtəlif situasiyalar olur və o dil çox lazımdır. Dili bilmək çox lazımdır və dili gözəl bildiyim üçün və həmişə can atmışam yerli insanlardan. Dostluq eləyim, ünsiyyət qurum, onların adətlərini öyrənim. Ona görə də heç vaxt hiss eləməmişəm. Tam tərsi, hər zaman hiss eləyirəm ki, bunlar məni çox yaxşı isti qəbul eləyir. Təbii ki, harda yaşamağımızdan asılı olmayaraq həyatımızın çətin anları da az olmur. Bu çətinliyin vətəndən uzaqda olmaqla bağlı tərəfləri nələrdir deyə maraqlanıram. Ən böyük məhz Çexiyaya köçməyimə görə çətinliyim mənim yaxınlarımın bəzi sevincli və ya kədərli günlərini bir yerdə paylaşa bilməməm. 10 ildən sonra bunu yenə hiss eləyirsiniz? Bəli. Hədəfim inkişaf edirəm karyeramda. Çox çətindir demək, hara gəlib çıxaracaq. Çünki maneələr var? Maneələr
Xeyr, insan əgər yaxşı çalışırsa, öz üzərində çalışırsa, işinə yaxşı yanaşırsa, işgüzarlıq göstərirsə, məncə insan bütün maneələri aşar. Məqsəd hər halda bu iş bazarında belə deyək, iş bazarında lazımlı bir kadr olmaq və hər zaman illər gedir, yeni şeylər icad olunur və hər zaman biliyini yeni tutmaq. Dili unutmamaq üçün nəsə edirsiniz? Edirəm. Qorxunuz var ki, Azərbaycan dilini unudarsınız. Bu mənim ən sevimli mövzumdur. Çünki mən Azərbaycan dilini yaman çox sevirəm. Mənim 2 evladım var, burada ailəliyəm və mən başa düşürəm ki, mən xaricdə yaşayıram və mən evladlarıma Azərbaycan dilini öyrətməsəm burada, onlar heç vaxt o dili mənimsəməyəcək və bilməyəcək. Evdə Azərbaycan dilində danışırsınız? Və bəli, mən evdə belə bir yoldaşımla belə bir qərara gəlmişik ki, uşaqlarla yalnız Azərbaycan dilində danışacağıq. Bu bir prioritetdir, çünki onlar Azərbaycanlıdır və onlar öz ölkəsinə sabah gedəndə onlar yarımçıq olmasın. Dil yoxdursa, millət də yoxdur. Dil hər şeydir. Dil bütün bu bütün bu məlumatları daşıyan bir şeydir. Bu mənim üçün çox həssas mövzudur. Ona görə də biz gərək öz dilimizin qədrini bilək, öz dilimizi inkişaf elətdirək, ona üstünlük verək. Mən özüm 5 dildə danışıram, amma hələ ki uşaqlarım balacadır, prioritet Azərbaycan dilidir və hər zaman olacaq. Evdə balaca Azərbaycandır. Oğlum, qızım evə gələndə gərək Azərbaycan dilində danışsın. İnsan gərək heç vaxt danmasın. Hardan gəlir, milli mənsubiyyətini danmasın, vətənini unutmasın, dilinə də hörmətlə yanaşsın ki, ona başqaları da hörmətlə yanaşsın. Vətən Uzaqda Deyil proqramının xarici ölkələrdəki çəkilişlərində elə bir müsahibim olmayıb ki, onunla söhbətimizin axarı Qarabağa, qələbəmizə, qəhrəmanlarımıza yönəlməsin. Məncə mən yeganə insan olmayacam hansı ki bunu deyir. Məncə hər bir vətənini sevən Azərbaycanlı mənimlə həmfikirdir və həmhissdir. O ki, o 44 günlük müharibədə məncə heç kim nə işləyə bildi, nə gündəlik rutinini sürə bildi və mən deyə bilərəm əminliklə. Mənim həyatımda ən duyğusal, ən hisslərin pik olan dövrü həyatımda məhz bu 44 gün olub. Müsahiblərimin sırasına bir neçə ildir Çexiyada yaşayan Rəşad Zeynallı da qoşulur. Çexiyada texnoloji platformanın sahibiyəm. 2017-də Brnoda təhsil aldım, Masaryk Universitetində magistrla bağlı. Və ondan sonra da universiteti bitirdikdən sonra qərara gəldim ki, burada qalıb yaşayım. Yevlaxda 7 yaşıma qədər yaşamışam. Ondan sonra Bakıya köçmüşük və 15 ildən çox Bakıda yaşamışım. Çexiyanı necə seçmisiniz? Niyə Çexiya? Çexiyanı burada əvvəl yaşayan dostlarım barədə tanış olub seçmişəm. Onlar mənə bir neçə universitetin adını məsləhət görmüşdülər burada və onlar haqqında çox məlumat vermişdilər. Mən də maraqlandım və xoşuma gəldi, düzünü desəm. Ona görə də qərara gəldim ki, Çexiyanı seçim və burada təhsil alım. Platformanı mən və dostum, digər dostum, o da Azərbaycanlı, həm yerlimizdir, birlikdə təhsil almışıq burada. Bir yerdə universitetdə yaşardıq və bir gün qərara gəldik ki, belə bir platforma haqqında oturub yazaq ilk öncə. Çünki platforma özü servis provayderları insanlarla birləşdirən bir platformadır. Sizə hər hansı bir servis ehtiyacınız varsa, girib oradan asanlıqla rezervasiya edə bilirsiniz. Biz də burada onun çatışmadığını gördük, belə bir servis platformasının. Ona görə qərara gəldik ki, bu platforma işləyək və bunu yaradaq burada. Sevdiyiniz üçün burada yaşayırsınız, yoxsa həyat belə gətirdi? 7 ildir burada xoşbəxt və uğurlu yaşayırıq, onu deyə bilərəm. Və bu işi burada qurmağımızın nəticəsi də odur ki, biz burada bu işi sevərək görürük və bu cəmiyyətin bir parçası olmaqdan sevinirik. Yəni. Neçə illik planlar qurursunuz? Mən daha çox qısa müddətli planları qurmağı sevən insanam. Uzun müddətli planlar qurduqda daha çox məyus olduğumu görmüşəm bir neçə dəfə. Ona görə çalışıram daha qısa müddətli olsun və onlara çatmaq asandır. Bəli, onlara çatmaq asan da olur və yeni məqsədləri qoymaq daha əlverişli olur.
Hər bir cəmiyyətin özünə məxsusluğu, öz fərqi, öz rəngi var. Bu fərqləri dəf etmək, inteqrasiya olunmağı bacarmaq müəyyən zaman həm də bacarıq tələb edir. Cəmiyyətə inteqrasiya biraz çətinlik oldu, çünki mədəniyyət tamam fərqlidir, dil fərqliliyi və insanların yanaşma tərzi həmişə fərqlidir. Ona görə də ən böyük çətinlik dillə bağlı deyə bilərəm. İlk növbədə çətin idi biraz dili öyrənmək və insanları tanımaq, bizim cəmiyyətdəki kimi insanlar daha istiqanlı deyil, daha soyuqqanlı yanaşırlar. Ona görə biraz cəmiyyətə inteqrasiya biraz çətinlik oldu, amma vaxtla artıq sən də o cəmiyyətin bir parçası olursan, öyrənirsən. Özünüzdə nəyi dəyişdirdiniz ki, bu cəmiyyətə uyğun olasınız? Özümdə çox bir şey dəyişmədim, düzü. Daha çox Çexiyanın mədəniyyəti haqqında öyrənməyə çalışdım və dilini öyrənməyə çalışdım və bu proseslərdən sonra hər şey daha da asanlaşdı. Özümü həmişə Azərbaycanlı hiss edirəm, amma hardasa müəyyən bir faiz artıq bir parçanın əlbəttə ki, Çexiyaya aid hiss edirəm onu da, amma çox az bir faizim. Bir gün inşallah qayıtmaq istəyərəm əlbəttə ki, amma o günün nə vaxt olacağını dəqiq deyə bilmərəm. Çünki həyat hər saniyə yeni bir şey baş verir və hər şey dəyişə bilir. Amma növbəti illərdə, gələcəkdə nə vaxtsa bəli qayıtmaq istəyərəm. Bəs Avropada yaşayıb Azərbaycan üçün nə etmək istəyərdiniz? Azərbaycan üçün hal-hazırda gördüyüm işlərlə bağlı, məsəl üçün həm korporativdə, həm bizneslə, platforma ilə bağlı olsun, burada əldə etdiyim uğurlar, nailiyyətləri Azərbaycanda da eynisi ilə davam elətdirmək istəyirəm gələcəkdə. Çünki burada böyük bir təcrübə əldə edirəm və bu təcrübəni əgər Azərbaycanda mən tətbiq edə bilsəm, məncə ölkə üçün daha böyük töhfə verə bilər. 44 günlük müharibə başlayanda gedib döyüşmək kimi bir arzunuz oldu? Əlbəttə, mən də o insanlardan biri olaraq istəyərdim ki, orada döyüşüm. Şəhidlərdən ən çox adını xatırladığınız kimdir? Tez-tez xatırladığınız kimdir? Şəhidlərdən mən həmişə Mübariz İbrahimovu bir qəhrəman kimi, bir nümunə kimi, hər bir Azərbaycan övladı üçün bir nümunə kimi görmüşəm, uşaqlıqdan olsun. Biz onun adını həmişə eşitmişik. Əlbəttə ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, onlar hamısı bir igiddir, amma o ən böyük nümunələrdən biridir igidliyinə görə. Vətən uzaqda deyil proqramındakı daha iki həmsöhbətim Fərhad Mustafayev və Yusif Fərəcov olur. Çexiya tələbə kimi gəlmişdim 8 il əvvəl və Masaryk Universitetində biznesin idarə etməsi fakültəsində təhsil alıb bitirdikdən sonra Çexiyada qaldım və artıq hal-hazırda işləyirəm və idarəçi pozisiyasında çalışıram. Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasını bitirmişəm 2017-ci ildə. Burada ikinci təhsil almışsınız? Magistratura səviyyəsində, bəli. Bakıda bakalavr səviyyəsini bitirdikdən sonra Çexiyaya magistratura təhsili almaq üçün gəlmişəm və artıq 8 ildir ki, buradayam. Müxtəlif şirkətlərdə işləmişəm. Hal-hazırda farmasevtik şirkətdə çalışıram idarəçi vəzifəsində. Uğur düsturunuz nədir? İşgüzarlıq, hər hansı bir işi görürsənsə, onu yaxşı, əlindən gələni etməlisən, onu həyata keçirmək üçün və təbii ki, eyni zamanda ləyaqətli şəkildə həyata keçirməlisən hər bir işi. Düşünürəm ki, bu ikisi gördüyün hər bir işdə düsturun əsas komponentlərindən biridir. 10 il sonra hal-hazır ki, belə deyək, karyeramda daha da irəliləmək istəyərdim. İndiki gördüyüm işdə daha da irəliləmək istərdim və daha inkişaf etmiş mütəxəssis olmaq istəyərdim. Və eyni zamanda Azərbaycanın burada Çexiyada tanınmasında daha da çox iştirak etmək istəyərdim və belə deyək, hal-hazırda yəni açıq desək, ümumiyyətlə həm Çexiya, həm digər Avropa ölkələrində Azərbaycanımızın tanınmasında bir o qədər böyük işlər görülüb, amma hələ də görüləcək daha da çox iş var və mən düşünürəm ki, hər birimiz Azərbaycanlı olaraq bu işdə töhfə verməliyik və istəyirəm ki, növbəti 10 ildə bu ölkəmizin tanınması və bu gün keçirilən tədbirlər kimi daha da çox tədbirlər olsun ki,
ölkəmizin tanınmasında daha da böyük irəliləyiş olsun. Düşünülmüş bir ideyam idi Çexiyaya köçmək. Xüsusi, yəni bir seçimim idi mənim və buradan istifadə edərək hər hansı bir digər ölkəyə keçmək kimi bir planım və yaxud ideyam yox idi və bunun da məntiqi nəticəsi kimi mən ailə həyatımı da burada qurmuşam və bəli burada yaşayıb qalıb və fəaliyyət göstərmək qərarına gəlmişəm. Əgər Avropada yaşamaq şansınız əlinizdən gedəsi olsa, Azərbaycana dönəcəm deyə bu sizi narahat eləyər? Xeyr, çünki dediyim kimi ailəm də ordadır, yəni valideynlərimi nəzərdə tuturam. Eyni zamanda dostlarımın da bir hissəsi ordadır və kifayət qədər tez-tez gedib gəldiyimə görə, yəni əlaqələr kəsilməyib və ona görə adaptasiya təbii ki, fərqi var düzəndə və baş verən müxtəlif hadisələr, gündəlik həyatda fərq var təbii ki, Avropada və Azərbaycanda gündəlik yaşayış barədə, amma ümumilikdə deməzdim ki, bu hər hansısa bir problem və yaxud belə əngəl ola bilər. Sizə əgər tələbat olsaydı, Qarabağın yenidən qurulmasında iştirak etmək üçün Qarabağa köçərdiniz? Əlbəttə, hər bir Azərbaycanlı kimi bu düşünürəm ki, hər bir vətəni üçün, ürəyi yanan Azərbaycan üçün bu əslində, necə deyim, bir qürur hissidir və eyni zamanda bir borc kimi nəzərdə tutmaq olar. Çünki Allah rəhmət eləsin, şəhidlərimiz Qarabağ uğrunda, torpaqlarımızın qayıtması uğrunda həyatlarından keçmişlər və bizim də bir gənc nəsil kimi, nəinki gənc nəsil, ümumiyyətlə hər bir Azərbaycanlı kimi Qarabağın bərpa olunmasında və onun yenidən dirçəldilməsində rol oynamaq əlbəttə çox böyük bir qürur olar və düşünürəm ki, hər bir kəs dediyim kimi həm necə ki ölkəmizin tanınmasında xaricdə və eyni zamanda Qarabağın, nəinki Qarabağın və ölkəmizin ümumilikdə daha da inkişafında və dirçəlməsində rol oynamaq həqiqətən böyük bir qürur hissi olardı. Azərbaycanda orta məktəbdə oxuyarkən ailəsi ilə birlikdə Çexiyaya köçən Yusif Fərəcov bir neçə il milli mətbəximizi yerli cəmiyyətə tanıdı. Daha sonra işini dəyişsə də, ölkəmizi bu sarıdan tanıtmaq hələ də onun maraq dairəsindədir. 36 yaşım var və 23 ildə artıq Çexiyada yaşayıram. Yəni dediyim kimi 13 yaşından artıq buradayam. 8-ci sinifə ilk dəfə Ailəniz köçüb gəlib? Bəli, ailəm köçübdür. Ailəmlə bərabər mən də bura köçmüşəm və 8-ci sinifdən burada yaşayıram. Məktəbdə və yəni sinif yoldaşlarıma, dostlarıma deyəndə ki, Azərbaycanlıyam, ilk dəfə heç kim bilmirdi nə hardadır. Biri deyirdi Afrikadadır, biri deyirdi filan yerdədir. Heç kim bilmirdi Azərbaycan haqqında, Azərbaycan ümumiyyətlə harda yerləşir bilmirdi. Mənə də biraz çox hələ uşaq olduğuma görə də yəqin ki, çox təsir eləyirdi və ona görə məhz elə 13 yaşımdan çalışmışam Azərbaycan haqqında danışım, Azərbaycan mədəniyyətini, Azərbaycan kulturasını, Azərbaycan coğrafiyasını biraz Çexlərə tanıtdıram. Hətta məktəbdə də cürbəcür seminarlar keçirmişəm. İndiyənə kimi hətta bu yaxınlarda öz orta məktəbimə baş çəkəndə görmüşəm ki, orada yəni ikinci mərtəbədə divarda o tarixi, yəni studentlər haqqında, məlumat haqqında mən həmən o Azərbaycan haqqında yazdığım seminarlardan bir hissələr qoyulubdu. Biznesə necə başladınız? Azərbaycan restoranlarını necə açdınız? Adın Azərbaycan adları qoymusunuz. Bundan danışın bizə. Ümumiyyətlə, yəni mən mətbəx sevən bir adamam. Özüm yemək bişirməyi də xoşlayan bir adamam. O vaxtları elə fikirləşirdim, nə cür Azərbaycanı tanıtdıra bilərəm, yaxınlaşdıra bilərəm Çexlərə. Dediyim kimi, sevdiyim iş o mətbəx olduğuna görə ilk dəfə 2010-cu ildə Azərbaycan restoranını burada Praqada açdım, Praqa 5-də. Azərbaycan restoranı adı Buta idi. Bütün Azərbaycan, yəni milli mətbəxləri, kebabdan tutmuş, bizim armudu stəkan, hətta bir hissəsində bizim cürbəcür Azərbaycan mədəniyyətinə uyğun, adət-ənənəsinə uyğun cürbəcür, yəni suvenirlər və s. qurmuşdum. 2010-cu ildən hardasa 3 ilə yaxın işlətdim restoranı. Sonra təəssüflər olsun ki, bəzi faktorlara görə bağlayası oldum restoranı. Çünki deməli, həmin o obyekt mən kirayə götürmüşdüm, obyekt satıldı və ona görə də obyekti
balası oldum. İkinci restoranı bəli, Praqada yox, Praqanın, Çexiyanın Avstriya ilə sərhədində olan bir kurort bir zona var. Orada bir otelin ərzində bir restoran kirayə götürmüşdüm. Orada da Azərbaycan mətbəxini yəni verdi. Orada da kabab, bizim dolma, aş və s. yəni cızbızdan tutmuş xaşa kimi bütün xörəkləri verdik. Adı Leyla idi. Elə böyük bir kompleks idi. Bəs bizim yeməklərə burada tələbat var idimi? Gəlirdilərmi? Bilirsiniz, Çexlər elə millətdir ki, bizdə Azərbaycanda yeni bir yemək açılanda, yeni bir restoran açılanda hamı ilk növbədə qaçır onun dadına baxmağa. Çexlər, hətta Avropalılar biraz başqa cür millətdirlər. Onlar elə adi məşhur olan sushi, Yaponiyanın sushisi hardasa bir 10 ildir burada biraz məşhur olubdu. Yəni o 20-30 ildir yavaş-yavaş. Onlar biraz nətər deyim sizə, qorxmaq səhv olardı demək. Yəni bilmədiyi şeyə dadına baxmaq istəmirlər. Ehtiyat edirlər. Bəli, ehtiyat edirlər. Ona görə mən hətta ilk dəfə açanda Azərbaycan restoranını həmin o 2010-cu ildə mən hiss eləyirdim ki, bizim reklamımız var idi, menümüz, xörəklərin şəkilləri var idi. Çoxsu gəlirdi, baxırdı, başa düşmürdü, gedirdi, deyirdi gözəldir, amma qorxurdu, yəni ehtiyat eləyirdi dadına baxmağa. Amma o vaxtları da elə bizim səfirliyimiz mənə çox dəstək oldu. Çex məmurları və Çex diplomatlarını ora çağırırdı və onlar ilk dəfə dadına baxanda bizim yeməyi, ondan sonra başa düşürdülər, hətta başa düşmürdülər nə cür dadlı bir yeməklərdir. Və onlar da öz dostlarını, öz tanışlarını yavaş-yavaş çağırırdılar və məhz belə tanıtdırırdıq yəni bizim xörəyimizi. Amma belə adi Çex bilmədiyi şeyi ehtiyat edir. İndi nə işlə məşğulsuz? İndi hal-hazırda öz şirkətim var, telekommunikasiya işindən məşğulam. Biraz restoran işindən ayrılmışam. O demək deyil ki, qayıtmaq istəmirəm ona. Mənim ən böyük arzum odur ki, Çexiyada belə möhtəşəm bir, Praqada möhtəşəm bir yerdə, möhtəşəm bir restoranı açmaq, yenə də bu işə qayıtmaq, yenə də Çexlərə bizim mədəniyyətimizi, bizim mətbəximizi yaxınlaşdırmaq. Amma hal-hazırdakı gördüyüm iş biraz tam başqa bir işdir. Yəni bu sərt keçidi niyə elədiniz? Sərt keçidim, mənim son illər Covid oldu, öz işimi biraz dəyişdirəsi oldum. Başqa yeni bir şeylərə tanıdım, oxudum və yeni bir şeylərə keçdim. O restoran işlərini mən həmişə görmüşəm paralel olaraq. Yəni mən əsas işim deyildi, mənim hobbi kimi işim idi. Belə mən ən çox turizm işindən məşğul olmuşam. Yəni hələ Azərbaycan, keçmiş SNQ dövlətlərindən Çexiyaya turistləri gətirmişəm və yerləşdirmişəm. Demək istədiyim odur ki, restoran işi həmişə paralel iş olub, hobbi kimi olubdur. Əziz dostlar, əziz İctimai Televiziyanın tamaşaçıları, Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı bu dəfə sizi Çexiyanın paytaxtı Praqa şəhərindən salamladı. Yeni ölkələrdə, yeni proqramlarda görüşənədək. Soydaşlarımızla görüşün məmnunluğu bizi ağuşuna alsa da, yolumuz vətənədir. Yeni görüşlərə qədər deyib vətənə, Azərbaycana qayıdırıq. Düşünürük ki, xaricdə yaşayan Azərbaycanlılarla əlaqələrimizin möhkəmliyi üçün Vətən Uzaqda Deyil proqramı da başqa bir harmoniyanı, vətənlə harmoniyanı yaradır.